Sosial-emosional bacarıqların gücü. Niyə görə sosial-emosional bacarıqlar IQ-dən daha ə, maraqlıdır, daha da əhəmiyyətlidir bəzi hallarda? Bax, bunu bugün biz sizinlə araşdıracağıq. Amma öncə mən istəyirəm ki, bizim auditoriyaya bir sualla müraciət edeyim. Gəlin bir dönək, uşaq olduğumuz vaxtları bərabərcə bir xatırlayaq. Məsələn, bir dəfə ağladığımız üçün, yəni sən böyümüsən, heç ağlamaq olmaz deyilibmi sizə? Və yaxud da ki, məsələn, əsəbləşəndə biz uşaqlara, biz böyüklər də adətən bu yolu gedirik. Yəni özümüz də belə görmüşük. Bəzən biz də bu yolu tuturuq ki, məsələn deyirik ki, sən sakit ol, yəni sən artıq böyümüsən, böyük oğlansan, böyük qızsan. Yəni bu yaşda belə bir şey eləmək olarmı? Sənə yaraşarmı bu? Yəqin ki, auditoriyada bu sözü uşaq olduğu vaxtda eşidənlər olub. Əgər bu suala cavab vermək istəyən varsa, hər hansısa bir qısa xatirəsini bununla bağlı bölüşmək istəyən varsa, mən dinləmək istəyərdim. Yəni səsi açıb danışa bilərsiniz. Aha. Gəlin onda belə davam eləyək ki, düşünək ki, məsələn, həmin vaxtlarda biz uşaq olanda bunun əksi olsaydı. Yəni bizə desəydilər ki, kimsə bizə desəydi ki, bizim keçirdiyimiz emosiyalar, duyğularımız normaldır. Yəni əslində biz onları necə ifadə etməyi, necə idarə etməyi öyrənməliyik. Yəni bunu bacarmalıyıq. Vacib olan budur. Yəni mən əminəm ki, əgər bir uşağın həyatında biz fərqi yoxdur. Valideyn, müəllim olaraq fərq etməz. Bir uşağın həyatında vacib rol oynamaq istəyiriksə, müsbət mənada, mütləq şəkildə onlara öz emosiyalarını anlamağı, emosiyalarından utanmamağı, emosiyalarından çəkinməməyi və həmçinin də buna əlavə olaraq həmin emosiyaları idarə etməyi öyrətməliyik. Müsbət rol oynamaq istəyiriksə uşaqların həyatında. Çünki uşaqlar gözlərini açandan bu dünya ilə tanış olmurlar, qeyri-adi bir yerə düşmüş olurlar. Məktəbə qədər yaşdan bilirsiniz ki, öyrənmə prosesi insanın ömrünün sonuna qədər davam edir. Lakin məktəbə qədər yaşda bunun təməli qoyulur da və mənim tədris etdiyim fən də məktəbə qədər yaşda sosial-emosional öyrənmə olduğuna görə bu barədə çoxlu mütaliələr etmişik, tələbələrimizlə çoxlu maraqlı məsələlərlə bağlı tanış olmuşuq, tədqiqatları daha doğrusu analiz eləmişik və orada görmüşük ki, bütün tədqiqatların yəni ortaq nöqtələrindən biri də budur ki, yəni həmin emosiyaları dəstəklənən, emosiyalarını idarə etməyi bacaran, yəni emosional zəkası dəstəklənən uşaqlar adətən həyatda daha çox uğurlu olurlar. Bacarıqlı liderlərə, bacarıqlı menecerlərə çevrilirlər. Həm öz həyatlarını idarə edirlər, həm də başqalarının həyatlarını yaxşı mənada dönüşdürə bilirlər, yaxşı tərəfə çevirə bilirlər. Və bax, bugün bu danışacağımız sosial-emosional bacarıqlar da əslində bizə, bizim hamımıza, yəni biz birinci özümüzdə bir şeyləri bacarmalıyıq ki, sonra uşaqlara bunu çatdıraq da. Yəqin ki, burada təlimdə iştirak edənlər arasında valideynlər də var. Mənim bu fikrimdən razılaşarlar ki, biz təkcə müəllim olaraq yox, həm də valideyn olaraq özümüzdə olan bacarıqları öz övladlarımıza, öz şagirdlərimizə ötürə bilərik. Özümüzdə olmayan bacarığı necə bir başqasına ötürə bilərik. O səbəbdən biz çalışacağıq ki, bugün birlikdə, mən də sizinlə bərabər bu bacarıqlarımızı biraz da inkişaf etdirək, biraz da bir-birimizdən öyrənək və həyatımızda, həm öz həyatımızda, həm uşaqlarımızın, həm də şagirdlərimizin həyatında müsbətə doğru nələrsə dəyişə bilək və bu baxımdan mənim kiçicik bir qatqım da olsa sizə, bir damla qədər qatqım da olsa, bu mənim üçün çox böyük bir sevinci olar, şərəf olar. İndi gəlin baxaq, davam eləyək. Növbəti slayda mən keçmək istəyirəm. Aha, siz iştirakçılar ya Zəhra xanım bildirə bilərsiniz, slaydları normal izləyə bilirsinizmi? Mən burada paylaşım eləyirəm, amma bilmək istəyirəm ki, görüm oxunula bilirmi? Rahatdır hər şey. Bəli. Aydın, çoxsan təşəkkür edirəm. İndi gəlin bu məsələyə biraz da dərindən baxaq, daha dərindən bu məsələni araşdıraq. Görək ki, sosial-emosional öyrənmə niyə görə vacibdir? Və mən niyə görə bu mövzunu, başqa mövzunu yox, məhz bu mövzunu seçmişəm. Deməli, sosial-emosional öyrənmə biz dediyimiz kimi birinci növbədə insanın öz hisslərini dərk etməsi, həmçinin başqalarını anlaması
və bundan sonra sağlam başqa insanlarla sağlam, düzgün münasibətlər qura bilməsi və əlbəttə ki, ən sonda bütün bu bacarıqların ən sonunda başda gəlir məsuliyyətli qərarlar qəbul etmək məsələsi. Çünki həm öz hisslərini dərk edən, başqalarını anlayan, öz hisslərini idarə edə bilən insanlar, yəni bunu kiçik yaşdan öyrənən uşaqlar, daha sonra həm düzgün ünsiyyət bacarıqlarına yiyələnirlər, gözəl münasibətlər qururlar həyatlarında. Çox inamlı, yaxşı, onların həyatına müsbət dəyişikliklər edən münasibətlər qururlar. Və üstəlik bundan sonra çox gözəl məsuliyyətli qərarlar qəbul edirlər. Bax, sosial emosional öyrənmənin də ürəyi, özəyi, bu həyatdakı ən vacib. Niyə görə təhsildə deyirik, sosial emosional bacarıqlar vacibdir? Bu qədər, məsələn, bu haqqda tədqiqatlar var, danışılır və son dövrdə bilirsiniz, təhsilimizdə çox maraqlı məsələlər var bununla bağlı müzakirə olunan. Azərbaycanda da bu haqqda tədqiqatlar aparılır. Məhz buna görə bu vacibdir. Yəni şəxsiyyət yetişdirməyin təhsil qanununun birinci maddəsini xatırlayaq. Yəni orada əsas məsələ nədir? Vacib önümüzdə duran məsələ odur ki, şəxsiyyət yetişdirmək. Və tədqiqatlar da göstərir ki, yüksək sosial, emosional öyrənmə bacarıqları olan şagirdlərin akademik nəticələri də daha yaxşı olur. Yəni emosional zəkası, sosial bacarıqları yüksək olan uşaqlar elə əlaçı uşaqlardır. Daha yüksək akademik nailiyyətləri olan uşaqlardır. Yəni bu bacarıqlara malik olan uşaqların bu xüsusiyyəti də yüksək olur. Və sosial emosional öyrənməsi yüksək olan insanlar həyatda birinci növbədə daha xoşbəxt, münasibətlərində daha balanslı və əlbəttə ki, öz peşəkar həyatlarında və daha uğurlu olurlar da. Həm iş həyatlarında uğurlu olurlar, həm münasibətlərində uğurlu olurlar və xoşbəxt olurlar. Yəni, əgər biz də bu bacarıqları uşaqlara ən kiçik yaşlarından öyrətsək, sadəcə sinif üçün yox, yəni onları bir növ həyat üçün hazırlamış olarıq. Ona görə də bizim bugünkü təlimimiz adlanır ki, sinifdən həyata, sosial emosional bacarıqların gücü, yəni bu adı seçməyimiz təsadüf deyil. Çünki biz uşaqları sadəcə sinif üçün yox, sosial emosional bacarıqlarla həm də onları bir növ həyata hazırlamış oluruq. Bir şəxsiyyət yetişdirmiş oluruq. Bu səbəbdən də mən məsələn bu məqamda onu tövsiyə edərəm ki, bizim təlimimizin sonunda da təlimimizin təşkilatçısı Zəhra xanıma mən müəyyən materialları göndərəcəm. Bu haqqdakı PDF materialları, bu haqqdakı deməli tədqiqatları, bu təlimin PPT faylını, slaydlarını, materiallarını, anket sorğusunu və s. ki, siz təlimdən sonra da kimlərə ki bu maraqlıdırsa, həmin materiallardan istifadə edə bilərlər və mütaliə edə bilərlər. İndi gəlin baxaq, növbəti slaydımıza biz keçək. İndi baxaq, mən bir məsələni istəyirəm vurğulayım. Deməli, bu sosial emosional öyrənmə bacarıqlarının əsasında 3 vacib nəzəriyyə durur. Düzdür, mən bugün belə bir məqsədim, niyyətim yoxdur ki, həmin nəzəriyyələri yəni burada tamamilə müzakirə eləyək, sırf həmin nəzəriyyələrə fokuslanaq. Mənim əsas məqsədim və niyyətim bugün odur ki, biz sizinlə həmin bu təlimimizdə daha çox sosial emosional bacarıqları şagirdlərdə necə inkişaf etdirə bilərik. Bu baxımdan əlimizdə nələrsə olsun təlimin sonunda. Amma mütləq ki, bu nəzəriyyələr haqqında da kiçik bir qısaca bir informasiya vermək istəyirəm ki, mövzu bizə daha maraqlı olsun, daha geniş şaxəli olsun. Deməli, sosial emosional öyrənmənin əsasında 3 vacib nəzəriyyə dayanır. Biri Albert Bandura'nın sosial öyrənmə nəzəriyyəsidir. İkincisi Daniel Goleman'ın emosional zəka nəzəriyyəsidir. Üçüncüsü isə Lawrence Kohlberg'in mənəvi inkişaf nəzəriyyəsidir. Bu 3 nəzəriyyə sosial emosional öyrənmənin olmazsa olmazıdır və əsas buradakı kompetensiyalar, bu öyrənmə konsepsiyasının, bu bir prosesdir də əslində sosial emosional öyrənmə ömür boyu davam edən bir prosesdir və bu prosesin içərisində bu 3 nəzəriyyənin komponentlərinə biz harda oxusaq, harda görsək, yəni rast gəlirik. Birincisi dedik ki, Bandura'dır, sosial öyrənmə nəzəriyyəsi. Sosial öyrənmə, yəni mən sizə qısaca olaraq onu deyim ki, başqalarına nümunə olaraq
baxıb öyrənmə, təqlid edərək öyrənmə, başqalarının davranışlarından onları rol model götürərək, modelləşdirərək öyrənmə. Hətta bizdə belə tez-tez işlənən bir deyim də var. Müəllimlər bunu çox yaxşı bilirlər ki, müəllim rol model olmalıdır. Ən yaxşı tərbiyə, ən yaxşı nümunədir. Yəni uşağa yaxşı tərbiyə vermək istəyirsinizsə, ona yaxşı nümunə olun deyirlər. Bax bu elə sosial öyrənmə nəzəriyyəsi, Albert Bandura'nın nəzəriyyəsindən gəlir. Yəni onunla bağlantılı olan bir şeydir. Baxıb öyrənmək, nümunə götürmək kiminsə davranışlarından. Bax, sosial öyrənmə bu deməkdir. Emosional zəka isə gəldik əsas nəzəriyyələrdən birinə, sosial öyrənmənin əsasında dayanan. Bu emosional zəka nədir? Deməli, bu Daniel Goleman'ın tərifinə görə belə desək, bu nəzəriyyəni yaradan Daniel Goleman'dır və onun tərifinə görə desək ki, emosional zəka birinci növbədə öz emosiyalarını tanımaq, idarə etmək, başqalarının emosiyalarını anlamaq və bu anlayışla davranmaq bacarığıdır. Və Daniel Goleman ömrünü bu nəzəriyyəni araşdırmaqla, bu nəzəriyyəni irəli sürməklə, onunla bağlı tədqiqatlar aparmaqla keçirib. Hətta onun məşhur bir məqaləsi var ki, emosional zəka niyə IQ-dən hətta daha yüksəkdir? Və gəldiyi nəticə də budur ki, IQ ola bilsin ki, inkişaf elətdirilə bilmir, amma emosional zəka, emosional bacarıqlar, çünki insanın emosional zəkası da var da IQ-dan başqa, inkişaf etdirilə bilir və həyat boyu biz bunu inkişaf etdirə bilərik. Öz emosional zəkamızın üzərində işləyərək həyatda uğur qazana bilərik. Və alimin gəldiyi əsas nəticə də bundan ibarət idi. Və hətta o bir gün bu tədqiqatı əslində başlamasının və bunun irəli sürməsinin çox maraqlı bir tarixçəsi var. O Harvard professorudur və bir gün universitetdən çıxıb işə gedərkən avtobus dayanacağında dayanır Daniel Goleman və yağışlı bir gün olur. Görür ki, dayanacaqda əyləşən hər kəs evə tələsir. Yəni yorğun iş günündən sonra insanlar əsəbi, stresli olurlar da bir qədər. Və görür ki, hər kəs dayanacaqda, həm də yağışdır, soyuqdur, çox əsəbi, stresli haldadır və birdən avtobus gəlir, saxlayır dayanacaqda və görürlər ki, avtobus sürücüsü avtobusa daxil olan sərnişinlərin üzünə gülür. Yəni çox belə sakit, rahat bir tərzdədir və Daniel Goleman da həmin dayanacaqdaydı və avtobusa minir. Görür ki, bayaqdan o dayanacaqda durub əsəbi, stresli halda dayanan insanlar avtobusa bir-bir daxil olduqca sürücünün simasındakı o xoş simanı gördükcə onlara da həmin bu hisslər yoluxur da sanki. Və görür ki, emosiyalar bir insandan digər insana keçir və emosiyalar insanın özünü necə hiss etməsini əlbəttə ki, təmin edir də. Yəni buna heç kimin yəqin ki, şübhəsi yoxdur. Və alim buradan bu nöqtədən çıxış eləyərək deyir ki, bizim keçirdiyimiz hisslər bir-birimizə təsir eləyir və həyatımızın növbəti saatlarında, növbəti günlərində özümüzü necə hiss eləməyimizə çox vacib təsir eləyir. Yəni əsas məsələ budur. Yəni biz həyatda indi hər birimizin müəyyən həyatda problemləri olur, sıxıntıları olur. Eləcə də müəllimlərin də, şagirdlərin də stressləri olur, imtahan stresi və sair və ilaxır. Amma biz bu emosiyalarımızı dərk etməklə, qorumaqla və müəyyən formada idarə etməyi bacarmaqla həyatımızın növbəti stadiyalarında, növbəti mərhələlərində başımıza nə gələcəyini sanki özümüz bir növ seçmiş oluruq. Emosiyalarımızı idarə etməyi bacarmaqla. Və burada deməli alim onu deyir ki, dünyadakı bütün uğurlu liderlər, bütün uğurlu müəllimlər, menecerlər, hətta bizim ailə böyükləri dediyimiz bir anlayış var da, yəni bu bacarığa sahib olan insanlardır. Kimə ki biz hörmət eləyiriksə bu həyatda, kimin ki sözünü vacib sayırıqsa, ona hörmət eləyiriksə, nüfuz sahibi bir insan olaraq görürüksə, demək ki, 100% həmin insanın emosional zəkası yüksəkdir. Və bu insanlar, emosional zəkası yüksək olan insanlar, həyatda hər zaman stresə qarşı daha yaxşı mübarizə aparırlar, insanları daha yaxşı anlayırlar, çətin anlarda daha balanslı qərar verirlər. Hətta mən deyərdim ki, başqa insanları da çox rahatlıqla idarə eləməyi, yaxşı mənada onları yönləndirməyi bacarırlar. Və üçüncü nəzəriyyəmiz də Lawrence Kohlbergin mənəvi inkişaf nəzəriyyəsi idi. Bu, sosial-emosional öyrənmə bacarıqlarının əsasında duran. Burada Lawrence Kohlbergin nəzəriyyəsində insan necə mənəvi cəhətdən inkişaf eləyir, doğru qərarları necə verir, qorxu ilə verir, yoxsa vicdanla verir. Bax, bu haqdadır əsas məsələ və hətta mən bu haqda bir maarifləndirici
Video materialım da var Lawrence Goldbergin mənəvi inkişaf nəzəriyyəsi haqqında. O həmin nəzəriyyə haqqında olan məlumatı da mən sizinlə bir şəkildə paylaşaram. İndi bir baxaq, davam eləyək ki, sosial emosional öyrənmənin hansı prinsipləri var? Sosial emosional öyrənmənin prinsipləri əslində emosional zəkanın kompetensiyaları ilə uyğunlaşır, üst-üstə düşür. Çünki biz dedik ki, əsas təməl sütunlarından biri emosional zəkadır, bu bacarığın və burada biz baxırıq nəyə? Deməli, birinci dedik, özünü tanıma. Özünü tanıma niyə görə vacib ola bilər? Çünki biz birinci emosiyalarımızı dərk eləməliyik ki, yəni özümüzü dərk eləməliyik ki, kim olduğumuzu bilməliyik ki, bu həyatda nə istədiyimizi, necə qərarlar verdiyimizi daha sonra müəyyənləşdirək. Və uşaqlar da belədir. Məsələn, auditoriyada biz müəllimlər olaraq rastlaşırıq da. Məsələn ki, öz mədəniyyətin, bizim dərs dediyimiz uşaqlar öz düşüncələrini, fikirlərini, nəyə qadir olduqlarını bilirlərmi ümumiyyətlə? Məsələn, bizim uşaqlar bu haqqda ümumiyyətlə düşünürlərmi və yaxud valideynlərin bu haqqda bir məlumatı varmı? Və bizim özümüzü tanımağımız, özümüzü dərk etməyimiz, yəni bizim davranışlarımıza, uşaqların olsun da böyük, uşaq böyük burada fərq etmir. Yəni özümüzü tanımağımız, öz hisslərimizi anlamağımız bizim davranışımıza, inancımıza necə təsir eləyir? Məsələn, əgər biz səbirsiz bir insanıqsa, müəyyən hövsələsiz, səbirsiz bir insanıqsa, səbir tələb edən bir işdə necə çalışa bilərik? Məsələn, və yaxud çox hissləri qabarıq yaşayan bir insanıqsa, özümüzü necə tənzimləyə bilərik iş yerində? Bax, birinci növbədə biz hisslərimizi tanımalıyıq, onları adlandırmağı bacarmalıyıq və şagirdlərimizə də bunu öyrətməliyik ki, onlar da bilsinlər ki, hansı hisslər onlarda daha yüksəkdir və hansı hisslər daha zəifdir. O balansı necə qura bilərlər ki, həyatda daha uğurlu ola bilsinlər və o hissləri idarə etsinlər. Çünki biz hisslərimizi idarə edə bilməyəndə hər zaman olmasa da çox zaman problemlərlə qarşılaşa bilirik həyatda. Və əsas məsələ də bu hissləri tanımaq, dərk eləməkdir. Və ikinci bizim kompetensiyamız nədir? Özünü idarə etmə. Artıq biz hisslərimizi adlandırdıqdan sonra, onları tanıdıqdan sonra, yəni fərdi məqsədlərimiz olur da bizim həyatda və yaxud kollektiv məqsədlərimiz olur, fərq etməz. Yəni bunlar üçün həmin məqsədlərimizə çatmaq üçün, yəni hər birimizin öz məqsədlərimiz var, hədəflərimiz var həyatda və həmin məqsədlərə çatmaq üçün biz müxtəlif situasiyalardan keçirik, müxtəlif qərarlar qəbul edirik. Bəs həmin anda müəyyən məyusluqlarla və yaxud uğurla rastlaşdıqda, uğur qazandıqda və yaxud məyusluğa düçar olduqda biz öz düşüncələrimizi, öz hisslərimizi idarə edə bilirikmi? Yəni bu qabiliyyət bizdə varmı? Bax, biz müəllimlər həm də şagirdlərimizə, tələbələrimizdə bunu bir növ müşahidə etməliyik ki, bizim şagirdlərimiz və yaxud elə biz özümüz, yəni burada fərq etməz dediyimiz kimi, yəni bu stres vəziyyətində, hər hansısa bir narahatlığımız olarkən, yəni onu idarə eləmək qabiliyyətinə malikikmi? Bax, özünü idarə etmə bu deməkdir və burada biz əsasən çətinliklərin öhdəsindən gəlmək, necə lazımdır həyatda, yəni mənfi duyğuların və müsbət duyğuların öhdəsindən necə gələ bilərik və həmin emosiyaları, bizə təsir eləyən emosiyaları həyatda daha sonra necə dəyişə bilərik? Bax, buna bizim üçün bir növ açar rolunu oynayır. Və üçüncü bizim kompetensiyamız adlanır. Sosial şuur da deyirlər. Bunu Azərbaycan dilində bəzi mənbələrdə mən baxdım, sosial şuur da deyirlər, amma bu bir çoxuna empatiya kimi tanışdır. Yəqin ki, bu hiss haqqında eşitmisiniz. Yəni deyirlər ki, filan kəs empatiya hissi yoxdur, başqalarını anlamır, başqalarının hissini dərk etmir, çünki onun empatiyası çox zəifdir deyirlər. Yəni belə bir deyim var. Bu nə deməkdir? Gəlin biraz bunu müzakirə eləyək. Yəni bu əslində başqalarını başa düşməyi özündə ehtiva eləyir empatiya. Və təkcə başa düşmək deyil. Yəni biz bunu bəzən məhdudlaşdırırıq ki, hə biz onun hisslərini başa düşürüksə, hisslərini qavrayırıqsa, dərk ediriksə, demək ki, biz empatiyalı bir insanıq. Əslində empatiyanın tam olması üçün burada ikinci bir məsələ də var. Yəni hisslərini dərk eləməkdən, başqalarının nə hiss keçirdiyini, onun yəni acısına acıyıb, sevincinə sevinməklə yanaşı, həm də empatiyanın ikinci bir vacib tərəfi də var. Bilirsiniz nədir bu? Bu
fərqli fikirləri, yəni digər insanların hisslərini, fikirlərini qəbul etmək bacarığı da bizdən tələb edir. Yəni empatiya onda bütöv olur. Yəni biz sadəcə kiminsə fəlakət bir vəziyyətinə pis oluruqsa, məyus oluruqsa, bu onu sadəcə empatiya bununla tamamlanmır. Həm də biz burada həmin şəxsi o hissləri ilə, o fikirləri ilə tolerant yanaşmaq, onu qəbul etmək, müxtəlifliyə hörmət etmək, müxtəliflik kimi onu qəbul etmək, yəni inklüziv təlimlərdə daha çox bu mövzuya yer verilir. Və bax bu empatiyadan başlayır əslində. İnklüziyanın əsasında dayanan məsələlərdən biri də əslində empatiyadır. Və biz ətrafımızdakı insanlarla, yəni necə ünsiyyət quracağıq, yəni yaratdığımız münasibət onlarla, yəni empatiya əsasında daha sonra onlarla ünsiyyət yaradırıq, ünsiyyət qururuq. Və sonuncu iki bizim kompetensiyamız ünsiyyət qurma və qərar qəbul etmə. Baxın, bu üç kompetensiya var bizdə: özünü tanıma, özünü idarə etmə və sosial şuur. Daha sonra ünsiyyət bacarığı gəlir. Bu o deməkdir ki, bu üç bacarığa, yuxarıdakı üç bacarığa sahib olan insan əlbəttə ki, digər insanlarla çox daha yaxşı ünsiyyət quracaq, çox daha yaxşı qərarlar qəbul edəcək. Və başqaları ilə ünsiyyət qurmaq, yəni bu kiçik yaşlardan dostluq əlaqələri, dostluq bağları qurmaqdır və burada aydın ünsiyyət, açıq ünsiyyət, müəyyən problemləri bərabər həll etmək bacarığı, münaqişələri, yaranan fikir ayrılıqlarını birlikdə idarə etmək, birlikdə həll etmək və başqalarının da əlbəttə ki, hüquqlarına hörmətlə yanaşaraq effektiv, həmçinin də empatiya ilə yanaşaraq, yəni onu qəbul edərək ünsiyyət qurmaqdır. Heç kim biri digərindən burada üstün deyil. Yəni həyatdakı o balansı qorunmaqla bağlıdır. Və qərar qəbul etmə, sonda yəni bu dörd bacarığa, yuxarıdakı dörd bacarığa sahib olan insan əlbəttə ki, məsuliyyətli qərar qəbul etməyi bacaracaq. Və mən sizə bir şey də qeyd edeyim ki, bu həyat boyu davam edən bir prosesdir. Biz bunu uşaq yaşlarımızdan da öyrənməyə başlaya bilərik. Daha sonra yeniyetməlik çağında da, gənc yaşımızda da ola bilər ki, həyatımızın irəliləyən illərində də bu bacarıqları özümüzdə inkişaf etdirə bilərik. Yəni bu hər zaman Daniel Golemanın da emosional zəka nəzəriyyəsinin banisində dediyi kimi bu bacarıq inkişaf etdirilə bilən bir bacarıqdır. Və qərar qəbul etmə dedikdə biz nəyi nəzərdə tuturuq? Burada əsasən məsuliyyətli bir qərar vermək. Yəni məsuliyyətli qərar vermək deyəndə nədir? Məsələn, biz həyatımızda irili, xırdalı, çoxlu qərarlar qəbul edirik. Yəni bir gün ərzində bəlkə yüzlərlə bir qərarlar qəbul edirik. Amma bu qərarlar zamanı biz məsuliyyətli davrana bilirikmi? Qayğıkeş davrana bilirikmi? Konstruktiv bir seçim eləyə bilirikmi? Bax, əsas məsələlər budur. Yəni bunları bacarırıqsa, deməli ki, bizim sosial-emosional 5 prinsipinə malik bir insanlıq, yəni özümüzü bir dəyərləndirsək və irəliləyən dəqiqələrdə mən sizinlə bir anket paylaşacağım. Burada siz həmin suallara baxmaqla özünüzü bu 5 prinsip əsasında dəyərləndirə də bilərsiniz ki, təlimdən sonra da həmin anketi mən sizinlə bölüşəcəm. Və burada məsuliyyətli qərar qəbul etmədə son olaraq mən onu da demək istəyirəm ki, bizim verdiyimiz qərarlar özümüzə, ilk növbədə bizim özümüzə, daha sonra başqa insanlara necə təsir edir və başqa insanların və özümüzün rifahımızı dəstəkləyirmi, standartlarımızı yüksəldirmi, yoxsa əksinə aşağı çəkir bizim verdiyimiz qərarlar. Bu sinif otağında da belədir, bu həyatda da belədir, bu dəyişməz bir qanundur. Və mən istəyərdim ki, sorğuya keçməzdən öncə bura qədər bizim iştirakçılarımızın hər hansısa bir sualı varmı? Bu mövzu ilə bağlı buraya qədər hər hansı bir sual və yaxud bu mövzu ilə bağlı əlavə etmək istədiyim, mən də istəyərəm ki, auditoriyadan nələrsə öyrənim, nələrsə özümə qeyd edeyim. Axşamınız xeyir. Axşamınız xeyir olsun. Xəyalə müəllimə. Bəli, bəli. Xoş Bir dənə gördük. Buyurun. mən qeyd eləmək istəyirəm ki, adətən IQ-su çox yüksək olan uşaqlarda emosional zəka çox aşağı olur. Bu nə ilə əlaqədar olur? Bunu sizin Çox fikriniz gözəl sualdır Xəyalə müəllimə. Çox təşəkkür edirəm. Maraqlı bir yerdən daxil oldunuz. Deməli, burada necədir? Baxın, mən sizə bayaq Daniel Golemandan bəhs elədim. Bu emosional zəka nəzəriyyəsinin banisi, hansı ki, bu sosial emosional öyrənmə bacarıqlarının da əsasını təşkil edir də həmin bu nəzəriyyə.
Hətta Daniel Goleman da öz tədqiqatlarını apararkən bu mövzu ilə bağlı iki dənə tələbəsini görün indi baxın burada necə bir təzad yaranır. İki dənə tələbəsini özünə təcrübəyə kimi götürür, öz tədqiqatında onların üstündə bir təcrübə aparır, bir müşahidə aparır uzun müddətli. Deməli, tələbələrdən biri IQ-su çox yüksəkdir. Bütün akademik göstəriciləri çox yüksəkdir. Yəni əlaçı A qiymətləri ilə yəni oxuyur bu tələbə. Digər bir tələbə isə bu emosional bacarıqları yüksək olan bir tələbədir. Yəni emosiyalarını çox gözəl dərk eləyir, özünü çox gözəl idarə eləyir, empatiyası çox yüksək və ünsiyyət qurma bacarığı əlbəttə ki, çox-çox yüksək. Amma onun nəticələri, yəni imtahan nəticələri, akademik nəticələri o IQ-su yuxarı olan tələbədən nisbətən, yəni bir xeyli əhəmiyyətli dərəcədə aşağıdır. Bu uzun müddətli longitude bir tədqiqat idi, bir neçə ilə əhatə edən bir tədqiqat idi alimin. Deməli, həmin tədqiqatda alim bunu müşahidə edir ki, sonda bu tələbələr universitetdən artıq məzun olurlar. Yəni biri yəni A qiymətləri ilə əlaçı olaraq məzun olur, o birisi sıradan bir məzuniyyət olur. Gəlib növbəti səfər artıq iş axtarma mərhələsinə çatanda ki, onlar özlərinə iş axtarırlar. IQ-su yüksək olan tələbə nə qədər şirkətə müraciət edir, orada mən indi sayı rəqəmi unutmuşam, amma çox saylı şirkətə müraciət edir və oradan onu bilirsiniz də, yəni birinci CV göndərilir, daha sonra sizi müsahibəyə çağırırlar. Yəni o müsahibəyə niyə çağırırlar? Müsahibəyə ona görə çağırırlar ki, HR-lar. Baxırlar ki, sosial-emosional bacarıqları həmin şəxsin necədir? Bax, HR-ların yoxladığı məsələ də bu sosial-emosional öyrənmədir. Ki, görüm komandada işləmək bacarığı necədir? Hamımız eşidirik də bunları. Komandada işləmək bacarığı necədir? Ünsiyyət qurma bacarığı necədir? Empatiyası necədir? HR ən çox ona baxır həmin müsahibədə. Deməli, həmin tələbə, IQ-su yüksək olan tələbə hansı ki, sosial-emosional bacarıqları aşağı idi, getdiyi müsahibələrdən kəsilir, onu işə qəbul eləmirlər. Amma emosional bacarıqları, sosial bacarıqları yüksək olan, lakin akademik göstəriciləri aşağı olan tələbə isə bir çox bir çox getdiyi bütün müsahibələrin orada rəqəm var idi. Deməli mən o rəqəmi nəsə yadda saxlaya bilmirəm. Elə bir xüsusiyyətim var ki, rəqəmlər mənim yaxşı yadımda qalmır. Deməli orada deməli getdiyi, yəni 10 deyək ki, müsahibədən 8-indən uğurlu cavab alır. Niyə? Çünki onun ünsiyyət qurma bacarığı, özünü idarə etmə bacarığı, komandada uyumlu işləmək, uyğun işləmək bacarığı daha yaxşı idi və əlbəttə ki, onunla müsahibə aparan HR da onu hiss eləmişdi. Demək ki, həyatda uğur qazanmaq üçün təkcə IQ kifayət eləmir. Bəs niyə görə belədir? Niyə görə IQ-su yüksək olanın emosional zəkası belədir? Bu barədə yəqin ki, bir çox tədqiqatlar var ki, səbəbləri nədir? Amma bu tam olaraq aydınlaşdırılmış bir məsələ deyil. Amma sizə dediyim kimi bir qəti bir surətdə qəbul olunmuş bir məsələ var ki, emosional zəkası yüksək olan insanlar həyatda daha çox uğurlu ola bilirlər. Bilirsiniz, bizim cəmiyyətdə sadəcə olaraq valideynlər çalışırlar ki, uşağın IQ-su yüksək olsun, daha çox onu o inkişaf elətdirməyə çalışır və unudurlar uşağın emosional ümumiyyətlə hissləri. Hmm. Ona görə də bu problemlər yaranmağa başlayır. Həmişə mən uşaqlara, öz şagirdlərimə deyirəm ki, birinci, o deyir, bir dənə məsələmiz var ki, alim olmaq asandır, adam olmaq çətindir. Nə Yəni bu gözəl. elə həqiqətən də bu emosional zəka ilə intellektual zəkanın bir qarşılaşdırmasıdır. Çox doğru müşahidədir Xəyilə xanım. Çox doğru. Siz yəqin uzun müddətdir ki, müəllim işləyirsiniz. Bütün bunların Bəli, hamısını bəli. təcrübədən keçirirsiniz. Bəli. Uşaqlara deyirəm ki, birinci ilk növbədə həqiqətən də bir insan olmalısınız da, bir-birinizi anlamalısınız, başa düşməlisiniz. O emosional hisslərini onlara aşılamağa çalışıram ki, öz hisslərinizi Nə gözəl. tanımalısınız ki, həyatda uğur əldə eləyəsiniz. Yəni nə qədər siz belə çox çalışsanız da, intellektiniz çox yüksək olsa da, əgər bu bacarıqlarınız yoxdursa, həyatda uğurlu olmayacaqsınız. Yəni bu 100% təsdiqlənmiş bir şeydir, yəni. Bəli, bəli. Ona görə də inşallah ki, daha çox çalışarlar ki, valideynlər də uşaqlarının emosional zəkasını inkişaf elətdirsinlər. Çox sağ olun Xəyilə xanım, çox sağ olun ki, belə dəqiq bir müşahidə aparmısınız. Demək ki, siz özünüz bu haqda çoxdan məlumatlısınız və öz sinifinizdə bunu tətbiq eləyirsiniz, valideynlərdən bunu gözləyirsiniz, öz icmanızla, valideynlərinizlə sıx ünsiyyətdə olub onlara da bunu maarifləndirməyə, izah eləməyə çalışırsınız ki, mən sizə çox təşəkkür edirəm bununla bağlı. Təşəkkür edirəm sizə.
Çox sağ ol. Daha əlavə etmək istəyən varmı? Sualı olan varmı? Mən sizlərin də fikrini eşitmək istərdim. Xəyilə xanımı eşitmək mənə çox xoş oldu. Salam, axşamınız xeyir olsun Çimnaz müəllimə. Axşamınız xeyir olsun Və Aysin müəllimə. təşəkkürümü bildirirəm sizə. Müəllimə, mən özüm sizdən bir şey də məsləhət almaq istəyirəm də. Əslində bu Buyurun. suallarla tez-tez müraciət edirəm ki, görüm qarşımdakı insanlar mənə nə məsləhət görürlər. Mənim 2 övladım var, bir qızım, bir oğlum və dərs prosesində hal-hazırda IQ-ləri yaxşıdır da, hətta müəllimləri də çox tərifləyirlər. Gələcəkdə potensialları çox yüksəkdir, yaxşı nəticələri olacaq. Sadəcə olaraq qızım başqa mühitə düşəndə tez sosiallaşa bilir. Ünsiyyət qura bilir də, Nə onun üçün gözəl. fərq eləmir. Çox Amma gözəl. oğlum misal üçün görürəm ki, başqa mühitə düşəndə çəkinir və yaxud sinifdə də elədir, seçicidir. Hər adamla, hər uşaqla ünsiyyət qurmur, oynamır. Əslində məsələn fikir verirəm, o bayaqkı məsələyə toxunduq ki, insan olmaq ən birinci. O məsələn bilir, başa düşür onları ki, bu yaxşı idi, bu pis idi, sinifdə bir hadisə oldu, ona münasibətini bildirir ki, mən gördüm, orda filankəs düz idi, belə idi, elə Aha, idi. fərqindəlik Hətta yüksək o bir uşaqdır. prosesdə misal üçün müəllimə desə də ki, siz qarışmayın, o deyir ki, mama yox, axı orda müəllimə haqsızdır, mən orda gördüm ki, belə olmuşdu da, mən düzünü dedim. Sadəcə olaraq mən məsləhət almaq istəyirəm ki, biz nə edə bilərik ki, bizim məsələn mən oğlum biraz mühitə düşəndə tez adaptə olsun, ünsiyyəti tez qursun, seçici olmasın da sevmirəm elə. Bilmirəm o yaxşı şeydir ki, əslində Yaxşı insanları şeydir. seçməliyik. O, Məncə hə, hə. çox yaxşı bir şeydir. Məncə də yaxşı bir Yəni şeydir. bunu pis Sadəcə olaraq mən özüm qiymətləndirməyək. deyim. Yəni, Mən bir valideyn kimi məni narahat edir də. Deyirəm ki, bu necə hə, olacaq? Axı biz bilirik ki, elə yer olur ki, bizə o insanla istəməsək də münasibət qurmaq, amma biz bir yerdə də ondan asılıyıq, ondan münasibət qurmaq məcburiyyətindəyik. Amma hə, sadəcə olaraq mən özüm də hal-hazırda onun əziyyətini çəkirəm də. Sevmədiyim insanlarla ünsiyyət qurmuram. Və görürəm ki, aydındır. o həqiqətən bizə, yəni baryer qurur da, maneə olur bizə. Mən Aha, öz aydındır. təcrübəmdən deyirəm. Sizdə Təşəkkür nə edə edirəm bilərik? Aysel müəllimə sualınıza görə. Hı hı, Mənim çox sağ oğlumda da, öz olun. oğlumda da müəyyən qədər elə xüsusiyyətləri var. Bu bilirsiniz hansı uşaqlarda belə baş verir? Daha çox həyatda fərqindəliyi yüksək olan uşaqlarda. Hansı ki, onlar insanların enerjilərini, insanların fikirlərini, münasibətlərini çox yaxşı oxuyurlar. Müəyyən mənada başa düşürlər. Yəni həm yaşıdlarından fərqli olaraq. Yəni onlar onsuz Müəllimə, da düz deyirsiniz. emosional. Misal üçün, Hı, bəzən üzr istəyirəm, bəzən elə bir buyurun. şey olur ki, düz deyirik ki, dövrdür də, indi uşaqlar çox bilirlər, belə bir söz var. Çox bilmək o mənada deyil də. Düşünürsən ki, məsəl üçün 8 yaşında uşağın o suala elə cavab vermək, yəni yetkin insan kimi. Mən Hə. öz-özümə bəzən düşünürəm ki, o bunu necə fikirləşdi? Deyirəm, həqiqətənmi bizim vaxtımızla indiki uşaqlar bu qədərmi fərqlənir? Amma misal üçün deyim bir 10 nəfər uşağın içərisindən 2-3 nəfəri o suala elə cavab verər də, hər kəs o fikirdə deyil. Var yəni, baxıram 8 ki, yaşı hə, vardı oğlunuzun belə başa bəli, düşdüm. bəli. Aha, Nə gözəl. Möhkəm can sağlığı arzulayıram bütün övladlara, çox eləcə sağ də sizin olun. övladınıza. Deməli, o nə demək istəyirəm mən? Əslində sözümü hara gətirmək istəyirəm? Sosial fərqindəliyi yüksək olan bir uşaqdır və seçici davranır. Lakin bu onun digər insanlarla müəyyən qədər özünə bir hədd qoymağına, bir sərhəd qoymağına. Məsələn, mən başa düşürəm siz bir valideyn kimi düşünürsünüz ki, həyatda elə bir anlar, elə bir situasiyalar yarana bilər ki, orada müəyyən bir kompromisə, bir güzəştə getmək Aha, lazımdır. bəli, Düzdürmü? Ki bəli, aranızda bəli. bir güzəşt yaransın, bir kompromis yaransın. Mən sizə tövsiyə edərəm ki, əgər bu vəziyyət birinci növbədə, düzdür, mən təhsil psixoloqu deyiləm, amma bu sahəni çox Aha, araşdıran, oxuyan, çox maraqlanan biriyəm ki, xüsusilə də bu mövzuda bilirsiniz ki, təhsil psixologiyası ilə bağlı olan bir şeydir. Çox inandığınız, güvəndiyiniz, peşəkar bir, əgər bu sizi həddən artıq çox narahat edən bir məsələdirsə, psixoloqla məsələn seanslar almaq olar ki, uşaqlar ən kiçik yaşlarında məsələn bizdə psixoloqa getmək mədəniyyəti bir qədər o formalaşmayıb, amma baxıram ki, indi ətrafımızda var insanlar ki, məsələn, buna çox yatırım eləyirlər övladları üçün. Mən özüm də məsələn onu istəyərəm ki, uşaqlar ən kiçik yaşlarından bu bacarıqlara yiyələnərək böyüsünlər. Bu birinci tərəfi məsələdir. Lakin bir valideyn olaraq, siz özünüz də müəllim olaraq fəaliyyət göstərirsiniz, mən elə başa düşdüm. Bir müəllim olaraq, bir bəli. valideyn Hı olaraq hı. siz övladınıza əlbəttə ki, özünüz şəxsən də dəstək ola bilərsiniz. Zamanla, zamanla müəyyən bunun üçün vasitələr və alətlər var ki, mən onlara indi sizinlə tanış eləyəcəm təlimin növbəti hissələrində. Sizin bu sualınız ona uyğun gəlir ki, biz həmin uşaqları necə müəyyənləşdirə bilərik ki,
bu uşaqların sosial-emosional öyrənməsində müəyyən çatışmazlıqlar var ki, və biz ona dəstək olmalıyıq. Məsələn, ünsiyyət qurmaq kimi, məsələn, siz çox gözəl bir nümunə gətirdiniz. Mən sizə çox təşəkkür edirəm. Və bunu aradan qaldırmaq üçün, buna dəstək olmaq üçün biz nə edə bilərik? O addımlarda sizə təlimin növbəti hissəsində davam etdikcə bölüşəcəm. Olarmı? Olar, Bu yəqin ki, bilirsiniz çoxsuna müəllimə, maraqlıdır. siz şagirdlərlə indi bilmirəm, deyəsən şagirdlərlə daha çox işləyirsiniz. Mən tələbələrlə işləyirəm. Sadəcə Mən də olaraq orada tələbələrlə görürəm işləyirəm, ki, lap universitetdə yaxın. çalışıram. Müəllimə, onda siz də Şagirdlərlə məndən işləmirəm. razısınız ki, baxın yuxarı tələbələr, misal üçün dərsi tam qəşəng öyrənməyə də bilərlər də. Hı Tələbə hı. istəyir ki, qiymət alsın, imtahana Hı giriş hı. balım daha yaxşı olsun. Amma biz bilirik ki, sinifdə daha yaxşı çalışan uşaqlar var. Onlar görürsən ki, dərsi danışırlar, misal üçün də hə qiymət aldım da, yəni danışdım, bunu aldım. Amma digər uşaqlar, o hansı ki, emosional da, Hı. necə deyirlər, davranışları Emosional yüksək zəkası olan, yüksək emosional olanlar. zəkası Hı. daha yüksək olan tələbələr o fürsətdən istifadə eləyir də, bacarığıdır. Misal üçün mən Bəli. 8 almışam, müəllimə mənə əlavə sual da verin, nə bilim nə, o 9 qiymətini alır. Amma digər həqiqətən IQ-su yuxarı olan uşaq baxırsan ki, onun üçün cəhd eləmir. Amma Hə. hardasa baxıram ki, bu bacarıq da lazımdır da, məncə olmalıdır. İkisi də olsa daha qəşəng olar. Əlbəttə ki, ikisi də olsa çox daha uğurlu olar və bizim söhbət elədiyimiz, Bəli. gəlmək istədiyimiz nöqtə də elə budur. Çox təşəkkür edirəm ki, siz Hı bunu -hı. belə ümumiləşdirdiniz. Və burada mən istəyirəm ki, bir sorğu keçirdək sizi ilə. Və 5 prinsipimiz var bizim. Biz özümüzü qiymətləndirəcəyik ki, görək bizim vurğuladığımız 5 prinsip bizim özümüzdə hansı səviyyədədir. Bir baxaq ki, biz öz emosiyalarımızı necə dərk eləyirik, onları necə idarə eləyirik, ünsiyyət qurma bacarığımız necədir və əlbəttə ki, məsuliyyətli qərar vermə qabiliyyətimiz necədir? Cavablar bizə bunu göstərəcək və mən həmin anketi istəyirəm sizinlə burada bir paylaşım. Bircə saniyə, bircə saniyə. Aha, bircə saniyə. Bircə saniyə. Değildi anket. Anketimizi görürsüz. Paylaşa bildim, ümid eləyirəm. Bəli, İzləyə bilirsinizmi? bəli. İzləyə bilirsiniz. Deməli belə. Deməli biz burada bax aşağıda baxın. Özünü dərk etmə, özünü idarə etmə, sosial dərk etmə, yəni empatiya, sosial münasibətlər və məsuliyyətli qərar qəbul etmə haqqında suallar olacaq. Bu sualları biz özümüz üçün cavablandıracağıq və özümüzə ballar verəcəyik. Ballarımız belə olacaq. 3 bal verəcəyik ki, əgər bu maddə mənim üçün, bu sual mənim üçün doğrudursa, özümə deyəcəm ki, hər zaman doğrudur, özümə 3 bal verəcəm. Bəzən riayət eləyirəm, bəzən yox, 2 bal. Amma heç bir halda doğru deyilsə 1 bal verəcəyik. Və seçimimizdə burada mən əsas məsələ nədən ibarətdir? Bu cavabları biz bir-birimizlə paylaşmaya da bilərik. Kim istəyirsə paylaşa bilər. Bu tamamilə könüllü bir şəkildədir. Amma əsasən özümüz üçün bir dərk eləməyimiz üçündür ki, burada doğru və yaxud səhv cavabı yoxdur. Birinci növbədə bunu qəbul edək və əsas məsələ odur ki, biz burada səmimi olub səmimi cavabları verməliyik ki, nəticələrimiz doğru olsun. İndi gəlin, məsələn, dedik ki, 3 bal əgər hər zaman doğrudursa, məsələn, gəlin birinci bəndi özünü dərk etməklə bağlı mən sizinlə birlikdə idim, özüm üçün də idim. Deməli, baxaq burada birinci hissəyə, özünü dərk etmənin suallarına. Düşündüklərimə və etdiklərimə görə özümə hesabat verirəm. Məsələn, mən hər zaman özümə hesabat verirəm etdiyim davranışlarıma görə ki, bunu niyə etdim? Hətta hər gün axşam özümü bir vicdan məhkəməsinə necə deyirlər, belə çəkirəm ki, görəsən bunu düzmü etdim, səhvmi etdim, bu qərarım düz idimi? Bax, buna məsələn deməli hər zaman doğrudur. Deməli bura mən özümə bir 3 bal verəcəm. Özümə burada qeyd eləyəcəm ki, 3 bal. Ki bu mənim üçün hər zaman doğrudur. Nə etdiyimi və nəyə görə etdiyimi anlayıram.
Əgər hər zaman anlayıramsa nəyə görə etdiyimi, özümü 3 balla qiymətləndirəcəm. Yox, bəzən anlayıramsa 2 balla və heç bir halda anlamıramsa 1 balla. Bax, beləcə qiymətləndirəcəyim. 3-dən 1-ə kimi özümüzə ballar verəcəyik. Sorğunun gedişatı mən izah eləyə bildimmi? Yoxsa əgər hər hansısa bir məqam qaranlıq qaldısa, xahiş edirəm bildirin, davam eləyək elə. Bir 5 dəqiqə buna vaxt ayıraq, daha sonra sosial-emosional bacarıqları necə inkişaf etdirə bilərik və ondan danışacağıq. Zəhra xanım, mən istəyərəm ki, sizdən xahiş eləyərəm ki, Zəhra, bu anketi mən sizə Word fayl olaraq göndərmişəm ayrıca, düzdürmü? Qrupa göndərin. Siz onu birbaşa qrupa bölüşə bilərsinizmi? Bizim iştirakçılarımız qrupda da özləri məsələn baxa bilsinlər rahatca. Elə də ola bilər. Mən düzdür buradan paylaşacağam, yəni ardıcıl olaraq. Amma hər ehtimala qarşı anketi indidən paylaşa bilərikmi? Bəli, bəli. Çox təşəkkür edirəm. İndi üçüncü sual. Məsələn, əhval-ruhiyyəmi və hiss etdiklərimi dərk edirəm. Məsələn, mənim üçün bu hər zaman deyək ki, doğrudur. Bax, burada bir sual var, bu çox maraqlıdır. Deyir ki, nə vaxt kədərli olduğumu bilirəm. Bəzən biz kədərli olduğumuzu bilməyə bilirik və yaxud biliriksə də qəbul eləmirik. Məsələn, kədərli halda özümüzü kədərli olmamış kimi göstərməyə çalışırıq və ən pisi də odur ki, acınacaqlısı odur ki, uşaqlara da bunu təlqin eləyirik. Deyirik ki, siz də belə edin. Yəni hər zaman sevinç hissi ilə olun, heç zaman kədərli olun. Kədər də bir hissdir də. Yəni bunu da qəbul etmək bacarığı olmalıdır. Razısınızmı bu fikirlə? Bilmirəm. Yəni sanki kədərli olmağı göstərmək bir problemmiş kimi. Bəzən şagirdlər olur, deyirlər ki, oğlanlar da məsələn biz heç vaxt ağlamamalıyıq. Çünki kişilər ağlamaz. Deyirəm yox, mən onlara başa salıram ki, o Doğrudur kişilər mənim. içlərində saxlayırlar və nəticə etibarilə statistikalar göstərir ki, kişilər daha az yaşayırlar. Ona görə də onlar da öz hisslərini ifadə etməyi bacarmalıdırlar. Bəli, əlbəttə. Demək ki, oğlan uşaqlarına da bunu çox daha təlqin Tam eləməli. üzr istəyirəm. Demək, bəzən insan özü nə qədər kədərini daxilən gizlətsə də, amma sənlə qarşı-qarşıya duran adam soruşur ki, sənə nə olubdu? Nəsə gözündə kədər var. Onu Aha. duyan insanlar var. Amma Bəli, insan empatiyası özü nə yüksək qədər olan. Bəli, insan nə qədər özünü yığıb yığışdırsa ki, bunu ətraf mühit bilməsin, kənar şəxslər bunu duymasın. Amma necə olursa olsun insanın üz mimikasından onu hiss eləyənlər olur. Mən belə düşünürəm. Çox Hətta sağ olun, bəzən müəllim. tələbələrin mən özüm universitetdə professoram. Tələbələrin də üzündə görürəm onu. Görürəm ki, tələbə məsələn başqa tələbələrə nisbətdə bu tələbənin üzündə bir kədər var, üzündə bir qəm var. Soruşursan deyir, yox, heç nə olmayıbdır, heç nə yoxdur, salamatçılıqdır, yaxşılıqdır. Amma o nə qədər desə də onun üz cizgilərindən biz onu duya bilirik. Onu istənilən insan duya bilər. Yəni belə başa düşürəm ki, buna psixoloq olmağa ehtiyac yoxdur və yaxud da bunu adi insan da bilə bilər. Savadsız insan da bunu duya bilər. Hökm deyil, bunu bilmək üçün sənin təhsilin olsun, nə bilim falan olsun. Mən belə düşünürəm ki, yəni bu kədəri gizlətmək qeyri-mümkündür. Nə qədər gizlətsən də qarşı tərəf onu duyacaqdır. Çox Bu sağ olun. qədər. Sizin kimi dəyərli bir müəllimdən belə bir fikir eşitmək mənim üçün çox xoş oldu Arzu müəllimə. Sağ ol, Əlbəttə sağ ki, ol, orada, sağ bəli, ol. orada, Təşəkkür yəni həmin insanın demək ki, empatiya qabiliyyəti çox yüksəkdir. Çox, yəni yüksək bir qarşı tərəfin hisslərini anlama bacarığı, empatiya, Özü kimi sosial sadəcə məlumat. istəyirəm, indi burada hamımız valideynik də. Valideynlər bunu evladların üzündə daha çox hiss edirlər. Üzünə baxan kimi deyir, nə olub sənə? Nə bilim, gözündə kədər var, üzündə kədər var. Bütün analar mən belə düşünürəm ki, həmişə gözü evladlarının üzündə olur. Onu həmin dəqiqə duyurlar. Nə qədər uşaq onu gizlətsə də, neynəsə də, ana onu hiss eləyir. Yəni bu yenə deyirəm, bu ananın təhsilindən, filanından elə başa düşürəm ki, nətər deyim, əsas şərt deyil. Əsas şərt onun o duyumsallığıdır ki, onu duyur və onu hiss eləyə bilir. Bəli, çox sağ olun Arzu müəllimə. İndi baxaq özünü idarə etmə hissəyə. Bir 30 saniyə də bu hissəni saxlayaq, keçək növbəti hissələrə. Çünki vaxtımız da artıq məhdudlaşır, daralmaq üzrədir.
İkinci, özünü idarə etməklə bağlı baxaq ki, məsələn, vəziyyət necədir bizdə. Deyir ki, stresli situasiyalarda təmkinli olmağı bacarıram. Məsələn, mən bu suala cavab verirəm ki, bəzən bacarıram, bəzən yox. Yəni hər zaman təmkinli olmağı bacarmıram. İndi bilmirəm sizdə burada vəziyyət necədir. Elə hamımız elə, müəllimlərin hamısı elədir. Yeni vəziyyətlərdə dil həyəcanımı dəf edirəm, təmkinli oluram. Bax, bu bacarığı müəyyən qədər öyrəndiyimi düşünürəm. Bilmirəm, indi gələcək həyatına göstərəcək. Məncə müəllimlər məsələn yeni vəziyyətlərdə həyəcanı dəf etmək məsələsində belə ustadırlar, yaxşıdırlar yəni. İşlərim düz getməyəndə təmkinimi pozmuram. Bax, bu da maraqlı bir maddədir. Mhm. Növbəti hissəyə keçə bilərikmi? Hər kəs özü üçün yəqin ki, Keçək, cavablandırdı bu keçək, hissə. keçək. Aha. Sosial dərk etmə. Çimnaz xanım, ümumiyyətlə bu məsələyə siz özünüz bir aydınlıq gətirin görün mən. Yəni sizdən cavab istəyirəm ona. Hansı sual üzrə Arzu xanım? İndi deyək, sosial dərk etmə. Bax, onu bir dənə Aha. xahiş edirəm. Sizin fikrinizi eşitmək istəyirəm. Yəni elə başa düşürəm ki, burada yəni qulaq asan müəllimlərin hamısının ayrı-ayrı fikirləri olar. Amma mən o Aha. fikri sizdən gözləyirəm, görüm siz necə dərk edirsiniz onu. Empatiya hissi nə dərəcədə bizdə Bəli, yüksəkdir mənasında. bəli. Məncə bizdə empatiya, yəni mənim şəxsi müşahidələrimə görə, yəni bu hansısa bir tədqiqatın nəticəsi deyil. Mənim şəxsi həyatımdakı əgər müşahidəmi soruşursunuzsa, şəxsi fikrimi soruşursunuzsa, onu deyə bilərəm ki, mən bayaq təlim nəvəndə bir məsələni qeyd elədim. Bilmirəm təlim nəvəndə vardınız yoxsa yox. Bizdə empatiyanın iki tərəfi Səhnət var dedik. başlayana sizi dinləyirəm. Hə. Deyir ki, empatiyanın iki tərəfi var dedik. Biri qarşıdakı insanın hisslərini dərk etmək, başa düşmək. Bir də onu olduğu kimi qəbul etmək. Mən düşünürəm ki, bizdə bu bir hissəlik gedir. Yəni ikinci hissəyə çox az adamlarda keçir. Yəni olduğu kimi qəbul etmək, yəni onun sevincinə sevinib, acısına həqiqətən şərik çıxmaq bir qədər çətindir. Və bizim üçün də məsələn birinci bu bacarığı biz həm valideyn olaraq, həm müəllim olaraq, əgər özümüzdə varsa, növbəti mərhələdə tələbələrimizə və ya şagirdlərimizə, uşaqlarımıza ötürə bilərik deyə düşünürəm. Yəni buna bir hissəli kimi baxmamağımızı istəyərəm. Məsələn, cəmiyyətdə çox istəyərəm ki, buna sadəcə o hissləri dərk edib, bir hissinə bir ad qoyub, ona baxıb, həm də onu olduğu kimi qəbul edib ona şərik çıxmaq, yəni yoldaş olmaq mənasında. Yəni əsas məsələ burada budur düşünürəm. Yəni mənim fikrim budur. Amma mən sizin də fikrinizi eşitmək istəyərdim. Sizdən də çox şey öyrənə bilərik. Elə Çimnaz xanım, mən də sizin kimi düşünürdüm. Sadəcə olaraq dedim, qoy görün bizim fikirlərimiz üst-üstə düşürmü? Mən də elə düşünürəm. Təbii ki, elə olmalıdır. Əgər biz bu cəmiyyətdə nə varsa, bizə yaxın insanlar və yaxud da məsələn, adi bir şey çəkimdə, bəlkə də bu məsələyə bir uyğunluğu yoxdur. İndi bu saat iki Buyurun. xarici dövlət müharibə aparır. Məsələn, Hı hı. ona biz hamımız həyəcan keçiririk, ona biz hamımız Bəli. narahat oluruq. Nə qədər bizdən uzaq olsa da, aralı olsa da, amma yəni insan olaraq biz narahatıq. Təbii ki, bizim ətrafımızdakı insanları da görürük. Əgər onlarda bir problem olursa, təbii ki, biz insan olaraq, əgər bizim bir insanlığımız varsa, təbii ki, biz həmin insanlara öz qayğı ilə yanaşmalıyıq, onların dərdinə şərik olmalıyıq, sevinci varsa sevincinə şərik olmalıyıq, qəmi varsa qəminə şərik olmalıyıq. Təbii ki, mən elə başa düşürəm ki, bu cəmiyyətdə bu hamıya aid olmalıdır, egoist olmamalıyıq. Biz nə qədər egoist olsaq, bizim egoistliyimiz bizdən sonra da o biri nəsillərə keçir. Mən elə düşünürəm ki, egoist olmaq lazım deyil də, mən belə düşünürəm. İndi elə deyəsən bizim fikirlərimiz üst-üstə düşdü, amma mən belə düşünürəm. Çox sağ olun Arzu müəllimə ki, çox rəng qatdınız, çox dəyərli fikirlərinizi bildirdiniz. Mən sizə çox təşəkkür edirəm aktiv iştirakınıza görə. Bu çox maraqlıdır sizin fikirlərinizi. Sizin kimi bir müəllimin, dəyərli bir müəllimin Çox sağ fikirlərini olun, burada çox sağ almaq. olun. Mən çox Çox sağ sevindim ki, burada bir professor da iştirak eləyir. Yəni mənim üçün çox Çox böyük sağ olun. maraqlı oldu. Çox Çox yaxşı sağ oldu. olun. Çox Mən təşəkkür Sumqayıt edirəm. Dövlət Universitetində çalışıram. Mən bütün təlimlərə qoşuluram. Mənim üçün Gözəl. maraqlıdır.
Yəni lap el olubdur ki, bəzən mənim bir tələbəm təlim aparıb, ona oturub qulaq asmışam axıra qədər. Yəni mənim üçün maraqlı şeylər çoxdur. İnsan elə başa düşürəm ki, deyir o insan qəbirdə beşikdən qəbirə qədər öyrənməlidir. O qədər şeylər öyrənirik. Çox sağ olun dəyərli fikirlərinizə görə. Siz Yəni sağ mən olun. elə başa düşürəm ki, bu təlimlərin ümumiyyətlə müəllimlərin həyatında rolu çox böyükdür. Hər şeyi öyrənirik. Diqqətlə qulaq assaq, çox böyük fikirlər var burada. Çox sağ Çox olun. sağ olun müəllimə. Sağ Sağ olun. olun. Çox təşəkkür Sağ edirəm. Zəhra, sağ siz olun. zəhmət olmasa mənə bildirin ki, burada ekranın görüntüsü dəyişdimi? Mən yenidən bizim slaydımıza qayıtdım ki, özümüzdə bu bacarıqları necə inkişaf elətdirə bilərik deyə. Nailiyyətli qərar qəbul etmə. Bu görsənir. Aa, Anketdə. Anket görsənir. Bəli, bəli. Bir Məsuliyyətli saniyə. qəbul İndi etmə. necə? Dəyişməyib hələ ki. İndi dəyişdi. Dəyişdimi? Deməli, bayaq bir sual da gəldi ki, bəs bu bacarıqları necə inkişaf elətdirə bilərik? Burada əsas məsələlərdən biri, yəni bizə tədqiqatların tövsiyə etdiyi, bu sahəni araşdıran alimlərin tövsiyəsi bundan ibarətdir ki, birinci növbədə özümüzü bir müşahidə etməliyik. Özümüzü və yaxud şagirdimizi. Məsələn, müəllimlər yaxşı bilir ki, portfolio deyə bir qiymətləndirmə üsulu var. Biz orada şagirdin xüsusiyyətlərini dərc edirik, onun inkişaf dinamikasına baxırıq ki, ilin əvvəlində şagird təhsil müəssisəsinə daxil olanda necə idi və bitirəndə necədir. Bu onunla bir növ həmin təhsil prosesi ərzində davam edir. Bu çox yaxşı bir qiymətləndirmə vasitəsidir portfolio. Və bu müşahidə tutmaq elə buna bənzəyir. Yəni müşahidə əsasında biz bunu tuturuq. Ki baxırıq ki, hansı emosiyalarımız daha yüksəkdir, hansılarını daha idarə etməliyik. Və sonra empatiya məşqləri etməliyik. Empatiya məşqi etmək o deməkdir ki, bir hadisəyə başqasının gözü ilə baxmaq. Bax, bunu filmlər vasitəsilə etmək olar, çox gözəl. Məsələn, indiki uşaqlar ola bilər ki, bəlkə biraz mütaliə etməyə, uzun-uzun yazıları oxumağa, yəni bu sir deyil ki, bir qədər maraq göstərmirlər və yaxud tez hövsələdən çıxırlar. Məsələn, müəyyən vizual görüntülər izlətməklə, müəyyən filmlər axtarıb tapmaqla, biraz özümüz də bu baxımdan aktiv olmalıyıq. Müəllim və yaxud fərq etməz valideyn olaraq ki, bir həmin hadisəyə oxşar müəyyən cizgi filmləri var, çox gözəl animasiya filmləri var bununla bağlı, çox gözəl filmlər var. Məsələn, izlədə bilərik və uşaqlar oradan daha çox şey götürə bilirlər. Yəni çox maraqla izləyirlər. Mən öz şəxsi təcrübəmdə də bunu görmüşəm. Yəni televiziyada işləməyim mənə bu baxımdan çox kömək olub həqiqətən və onu çox tövsiyə eləyirəm. Amma seçim edərkən çox yaxşılarını seçməliyik bunun üçün. Və daxili dialoqumuzu pozitivləşdirmək. Bu təkcə daxili dialoq yox, həm də xarici dialoq. Məsələn, necə? Biz özümüzə məsələn tənbəllik deməklə tənbəl oluruq. Yəni zamanla özümüzü buna inandırırıq deməklə. Amma biz özümüzə çalışqanlıq deməklə bunu özümüzü müəyyən bir müddət sonra inandıra bilirik. Və müəllimlərin burada xüsusi bir gücü var ki, müəllim istədiyi uşağı sən çalışqansan, cəsursan, əzmkarsan, bu bacarıqlısan deməklə, yəni işləyən müəllimlər bunu bilir də, yəni həvəsləndirə bilirlər. Yəni bu çox vacib bir şeydir. Və nəzarətdə olmayan emosiyaları dərk etmək, yəni onlara ad vermək və reaksiya vermək. Ki, mən bu hissi niyə keçirdim, nə üçün bu hiss var və bu hiss mənə nələri dedi özüm haqqında. Bax, bu da çox vacib bir şeydir ki, birinci növbədə emosiyaları tanımaq, mən necə bir insan olduğumu dərk etmək, daha sonra onları idarə etmək. Və bunu uşaqlara, şagirdlərə necə çatdıraq? Birinci növbədə, burada valideynlər də bundan çox çəkinirlər. Yəni, mən ətrafımda olan valideynlər, çox valideynlə ünsiyyətdə oluram. Yəni, hisslər haqqında uşaqlarla danışmağa çəkinirlər. Biz birinci növbədə sinifdə, həm evdə, sinifdə müəllim olaraq, evdə valideyn olaraq duyğular haqqında birinci növbədə açıq danışmalıyıq uşaqlarla. Yəni, bundan çəkinməməliyik. Ola bilər ki, ilk cəhdlərimiz uğursuz alına bilər, amma qətiyyəti əldən verməmək lazımdır. Burada davamlılığı qorumaq vacibdir. Mənim fikrimcə, şəxsi fikrimcə. Və oxuduqlarım tədqiqatlar da bunu düşünməyə məni vadar edir. Və məktəbə qədər yaşda olsun, istər ibtidai yaşda olsun uşaqlar üçün burada çox maraqlı bir hissə var. Hekayələr, rollu oyunlar və refleksiya məşqləri. Yəni, həyatda başımıza gələn situasiyaları uşaqlarımızla axşam masasında yemək zamanı, məsələn, olur da söhbət edirik övladlarımızla. Bir günün dəyərləndirə bilərik, bir soruşa bilərik ki, niyə bu reaksiyanı verdin? Məsələn, dostluq qurmamaq, ünsiyyət qurmamaq mənim üçün hansı
problemləri yarada bilər. Üstün və zəif cəhətlərini bir SWOT analizi eləmək mənasında. Yəni biz bunu elə bilərik, həm sinifdə, həm evdə. Və ən əsası üçüncü məqam, mən burada qeyd eləmişəm, nümunə olmaq. Çünki uşaqlar bizi təqlid eləyirlər. Məsələn, bayaq valideyn özü də həm müəllimə səhv eləmirəmsə Aysel müəllimə idi. Fərqində olmadan, bəlkə də fərqində olaraq orada yaxşı bir cümlə işlətdi ki, deyir, mənim oğlum, evladım, yəni ünsiyyətdə insanlarla seçicilik edir, fərqindəliyi yüksək bir uşaqdır, müəyyən hədlər qoyur, amma bu onun ünsiyyətinə sonradan müəyyən problemləri yaradırdı və mən də narahatam ki, gələcəkdə həyatında müəyyən problemlər çıxar. Amma orada bir dənə yaxşı bir cümlə də işlətdi. Mən onu özümə burada qeyd edirəm ki, mən özüm də xarakter etibarıyla eləyəm. Və uşaq da əlbəttə ki, nümunə, sosial öyrənmənin əsas vacib xüsusiyyətlərindən biri də nə idi? Rol model olmaq, nümunə götürmək. Övladı da ona baxıb onun davranışlarına uyğun insanlarla ünsiyyətdə seçici olur. Bu əslində pis bir xüsusiyyət deyil. Gəlin bunu pis bir xüsusiyyət kimi qiymətləndirməyək. Mən deyərdim ki, əslində yaxşı bir xüsusiyyətdir. Amma zamanla, söhbətlərlə, həm də nümunə olaraq zamanla bu bir günə həll olunması bir məsələ deyil. Müəyyən situasiyalarla qarşılaşdıqda ki, ünsiyyət qurmaması hansı problemlərə, məsələn, kiçik problemlərə belə deyək də yol açırsa bizim uşağımızın, şagirdimizin həyatında, o barədə onunla kiçik söhbətlər eləməklə, günü bir dəyərləndirməklə, həmin hadisəni refleksiya eləməklə zaman içərisində bu problemi də mən düşünürəm ki, asanlıqla aradan qaldırmaq olar. Və bir də son olaraq, mən indi təlimin sonunda sizinlə bir PDF fayl da paylaşacağım. Zəhra xanımdan xahiş edəcəm sizinlə paylaşsın. Sosial emosional bacarıqları zəif olan uşaqları necə tanıyıb təsbit etmək olar? Çünki birinci məsələ diaqnozdur da. Diaqnozu düzgün qoymalıyıq ki, sonra problemi də aradan qaldıraq. O diaqnozu qoymaq üçün bir alət sizinlə paylaşacağım təlimin sonunda ki, müəllim olaraq əlinizdə olsun. Və sonradan hansı addımları ata bilərik, ona dair də ipucuları var və çox maraqlı və tövsiyə edirəm ki, oxumaq olar. Mən özüm çünki mənim deməli məktəbə qədər təhsillə bağlı sertifikatlaşdırma, MİQ imtahanına hazırlaşan tələbələrlə, müdavimlərlə də çalışıram. Onlara da bunu tövsiyə edirəm ki, bu mövzuya xüsusilə diqqətlə yanaşmaq lazımdır. Çünki bu həm bizə həyatda lazım olduğu kimi imtahanda da, məsələn, müəllimlərin işə qəbul imtahanında da bu mövzu testə düşür, sertifikatlaşdırma imtahanında testə düşür. Testə düşməsə də %100 müsahibə mərhələsində olacaq. Yəni bu garantiya verirəm yəni. Ona görə bu mövzuya çalışdıqca daha çox diqqət ayırmağı mən tövsiyə eləyirəm hər zaman. Çünki bu bacarıqlar bizə yalnız müəllim kimi yox, insan kimi də uğur gətirir. Bu yəni düşünürəm ki, bu çox vacib bir hissəsidir sosial emosional öyrənmənin və bu təlimdə iştirak edən hər kəsə də çağırışım budur ki, bu bacarıqların ilk növbədə formalaşdırılmasını özümüzdən başlamalıyıq, birinci özümüzdə yoxlamalıyıq, sonra isə bunu uşaqlara ötürürük. O paylaşdığım anketi də siz özünüz də edə bilərsiniz, uşaqlarınızla da keçirə bilərsiniz, yoxlaya bilərsiniz ki, hansı bacarıq onlarda daha yüksəkdir və yaxud daha aşağıdır, hansına dəstək olunmalıdır, hansı inkişaf elətdirilməlidir. Niyə görə mən bu çağırışı edirəm? Çünki emosional savadlılığımız dediyimiz şey, emosional bacarıq dediyimiz şey gələcəyin silahıdır. Bilirsiniz niyə görə? Çünki indi süni intellekt var. Bütün biliklər internetdən əldə oluna bilər. Yəni çox süni intellektdən xüsusilə indiki gənclər çox aktiv istifadə edirlər. Bunun düzdür mənfi tərəfləri varsa da, amma müsbət tərəfləri də var. Lakin süni intellektin bizdən yəni deyirlər belə bir fikir var ki, müzakirə edən bu baxımdan alimlər deyirlər ki, bizdən ala bilməyəcəyi yeganə məsələ emosiyalarımızdır. Bizim emosional zəkamızdır. Süni intellektin IQ-su var, amma emosional zəkası o qədər də yüksək olmaya bilir. Yəni bu emosional zəka insanlara məxsus olan bir şeydir. İnsanlara məxsus olan bir bacarıqdır və bizim hər zamanlar üçün, bundan sonraki zamanlar üçün, gələcək üçün də çox dəyərli bir silahımızdır əlimizdə. Mən təlimdə iştirak edən hər kəsə çox təşəkkür edirəm. Sona qədər dinlədiniz, iştirak etdiniz. Aktiv iştirakınıza görə mən sizin hər birinizə təşəkkür edirəm, buradakı müəllimələrə və Zəhra xanım sonda sizə təşəkkür edirəm. Əgər əlinizdə hər hansı bir sualınız varsa, əlavəniz varsa, Zəhra xanım bildirə bilərsiniz. Çox sağ olun yaratdığınız şəraitə görə. Mən burada yekunlaşdırmaq istəyirəm. İcazənizlə. Dəvətimizi qəbul etdiyiniz üçün sizə minnətdarlığımızı bildiririk. Çox gözəl interaktiv təlim keçdi. Ümidvaram ki, qoşulanlar da xeyli yeni məlumatlar öyrəndi. Təlimin rekordu olacaq. Həm Çinnaz xanım öz YouTube səhifəsində paylaşacaq, həm də Telegram səhifəmizdə paylaşılacaq.
Mən planlaşdırıram ki, öz YouTube kanalımda da bu təlimi paylaşım ki, daha çox insan üçün maarifləndirici olsun və göstərdiyiniz bu dəstəyə görə çox sağ olun. Təşəkkür edirəm. Sağ olun. Çox sağ olun Cümlə xanım. Biz təşəkkür edirik. Çox faydalı oldu.